bunun özü. Yəni bir insan içərisinə çıxanda, cəmiyyət içərisinə çıxanda ağılla, kamalla, mərifətlə, qabiliyyətlə çıxmağı təlqin eləyirsə, bunun özü böyük maarifçilikdir. Və bizim xalqımız xoşbəxtdir ki, nəinki yazılı ədəbiyyatımızda, elə gözümüz açandan, analarımızın laylalarından da, bayatlarımızdan da didaktik məsələlərin çoxsunu elə oradan öyrənmişik. Və bütün bunların başında şübhəsiz ki, elmlə, hünərlə başqa cür heç kəsə üstünlük eləyə bilməz. Böyük Nizaminin bu demək, mən deyərdim ki, bu tezisdir, bu vəsiyyətdir, bu bütün zamanlar üçün hamiyə aid olan, hamiyə şamil ola biləcək demək fikirlərdir ki, bu bir, ikinci bir tərəfdən yenə də deyirəm, klassiklərimizin demək, mərifət deyəndə taqca o zahirə uymaqdan söhbət gedmir, yalançı ədəb qaydalarına riayət etməkdən söhbət gedmir. Sözün əsl mənasında o etik normaları qanında, canında hopduran adamlardan söhbət gedir. İnsanın demək, etik normaları daxilində elə həmin fikirlər yenə də təlqin olunur.